Nə karəsən? Davaxanada olurlar. Davaxana açsan. Ağzı bilan danışağı döhdürəm. Baba səs eləmə. Ona buna xarici vəlim şiyafı verir. İranlısı yoxuz deyil. İranı əsər eləməz ki, 98 yarım eləyirsən günahların. Yarıma xırdam yox ki, barmaq səs benim qalan. Bu istifadədən sonra qoyum üstünə. Yox, heç eləyirəm. Hiss eləyirəm səndən danışsam mən zərərli çıxacam. Bax, işin nə mənədir? Mən nümayişqatçıyam. Nümayişqə atsam, ulan buna bina bedun edən kasıb olan bəlim ağacı verin. Tilişkəli ha, xurma ağacı. Sən Allah güzəşdələ. Vallah mən şeytan toğladı. Bax, şeytan yazıq səndən not bərdarı eləyir. Məlim deyirsiz elə budur. Dəs gəlmədə. Sən Allah güzəşdələ. Sən Allah güzəşdələ. İşivi denə. Bunqahtiyəm. İttifaqən bu dəşadab dayım. Və lap sənə beyməlidir. Oho, bunqa atsam, müstəqim qəri cəhənnəm 3 kilo sorq qoyun buna kənara, 10 litrdə dağ su. Dağ su ağzımı yandırır. Yoxma, yandırmaz. Allah yandırar. Axı, içməyəcəksən ki. Lap yandırar. Salam cənab. Mənim restoranı Beyni Rahim var idi. Mən yolun aşpazxanada işləyirdim. Harda restoran? Mən yol qırağında kebab verərdim cəmaətə. Oho, tanıdım ulan buna eşşək əti ilə ənbərini sağ qatın verin yesin. Axı niyə? Bilirsən sən nə qədər eşşək əti veribsən cəmaata? 5 nəfər də düz işləyir, dolara bahis olub. Sabit elə bax. Hər kəs sənin müştəri idi, soncuğu atırdı. Sən niyə bu cür şitsən? Mən mocri şimay milliyəm. Bəh, büyüsən da cəhənnəmdə müftə qəza var. Behişt bohrandadır, nirxi bikarı 1000 dərəcədə olub cəhənnəmdə hamı ərzaqdan razıdır. Yalan deyirsən. Ox yeysən baba, sən hər zadı deyərdim biz inanardıq. Deyirəm aca, bura sökaq əvvəldən işləyək. Sən nə karəsən məcə? Mən besaz befruşam. Besaz befruşsan, get kargədir, qapı ağzında müntəzirlə bilər. Dayanma başqatı. Güzəşdəli. Qolrizan eləyəcəklər. Yox, qapı ağzında elə ondan müntəzirlər. Ya sən olmaz yetmiyə. Yox dadaş.